İzləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Hazır gir yaşa, yəni ev sahibi bütün şəraiti qurubdur. Hazır gir yaşa, tam əşyalardan birlikdə 2 əşya var ki, onlar götürüləcək, qalan bütün əşyalar qalacaq. Evin yan tərəfinə baxın, hörmətli izləyicilər, rahat şəkildə hərəkət etmək olur. Arxa tərəfində hündür zirzəmisi var. Arxadan keçidli bütün ev boyu hündür zirzəmidir ki, rahat şəkildə bütün avadanlıqlarınızı, artıq əşyalarınızı oraya yerləşdirə bilərsiniz. Videonun sonunda onu da göstərəcəm. Həyətində gördüyünüz kimi çardağı avtomobildə birbaşa daxil ola bilir. Bu hissədə yaşıllıq sahəsi. Burada moyka, yay mətbəxi həyətində gördüyünüz kimi quraşdırılıb. Evdən deməli çıxacaq bir əşyadan biri bu hissədə yerləşən soyuducu və içəridə bir uşaq otağında qardirob var ki, o götürüləcək. Qalan digər əşyalar hər birisi evdə qalır. Ümumilikdə 2.3 sotda evin də torpağında çıxarışı olan möhtəşəm bu evimiz yerləşmir Abşeron rayonu Masazır qəsəbəsində 569 nömrəli marşrut xəttinin tam üzərində, marşrutdan məsafəyə 20 metr, qapısına canda asfalt var. Evin bu hissəsinə də keçmək olur. Baxın dəyərli izləyicilərimiz, hər bir hissəsinə keçmək olur. Və keçirik evimizin iç sahəsinin təqdimatına. Evimizin gördüyünüz kimi birinci mərtəbədə dəhliz hissəsindəyəm, ikinci mərtəbə qalxan pilləkənlər və pilləkənlərin alt hissəsində kladovka, gördüyünüz kimi çamaşır paltar yuyanda bu hissədə yerləşdirilib. Burada yerləşir mətbəx hissəsi. Dəyərli izləyicilərimiz, evimiz hal-hazırda dövlət ipotekasındadır, ödənişi olunur. 50.000 ipotekası qalıb. İstəsəniz, əgər sizə ipoteka düşürsə, davamını siz də eləyə bilərsiniz. İstəməsəniz, təbii ki, nağd pulunuzu ödəyəcəksiniz. İpotekanı ev sahibi özü bağlayacaq. Hörmətli izləyicilərimiz, bu hissədə yerləşir qonaq otağı. Qonaq otağının ölçüsü həqiqətən də çox genişdir. Gördüyünüz kimi, əşyaların yerləşməsindən də hissədə bəllidir. Baxın, dəyərli izləyicilərimiz, geniş qonaq otağı var. Və bu əşyalar hər birisi də qalıb. Dediyim kimi, çöl sahədən bir soyuducu götürüləcək və ikinci mərtəbədə uşaq otağında bir qardirob götürüləcək. Qalan hər birisi evdə qalır. Gördüyünüz bu gözəl evimizin start və qiymət olaraq 185.000 manata təklif olunur. Real müştərilərdən razılaşmaq da olacaq. Eyvana çıxış dəhliz vasitəsinin hər mərtəbədən kondisioneri var. Bölgü yenə də dəhliz vasitəsilə aparılıb. Bu hissədə yerləşir yataq otağından birincisi. Burada digər yataq otağı yerləşir. Bu evimiz bir daha təkrarlayım, start və qiymət olaraq 185.000 manata təklif olunur. Real müştərilərdən qiymətdə razılaşmaq da olacaq. Əlaqə nömrəmiz 051 635 1797 nömrəmizdə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz. Və izləmədə qalın, sonda zirzəmi hissəsini göstərəcəm. Zirzəmi ilə də yaxından tanış ola bilərsiniz. Burada evimizin arxa hissəsindən, baxın, yan tərəfindən gələn yol, arxa hissəsinə ehtiyac su, cəniz su nasosu bu hissəyə quraşdırılıb və hündür zirzəmisi var ki, baxın, dəyərli izləyicilərimiz, alt hissəsində bu ev sahibi bütün artıq əşyaların adam boyundan hündürdür. Yəni 2 metr 20 santim hündürlüyü var. Demək olar ki, bir evdir burada. Artıq bütün əşyalarınızı bu hissəyə yerləşdirə bilərsiniz. Bütün otaqların altında da keçid var. Kombi də burada quraşdırılıb. Əlaqə saxlayın, gəlin bu evə sahib olun. İzlədiyi üçün hər birinizə təşəkkür edirəm. Kanalımıza abunə olub video bəyənməyi unutmayasınız.